Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 23 ölkədən qızıl ixal edib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında ölkəyə 3 milyard 750 milyon 313 min 240 dollar dəyərində 38 min 477,65 kiloqram qızıl ixal olunub. Azərbaycanın ixal etdiyi qızılın 1 qramının orta gömrük dəyəri 97,5 dollar olub. Onu da qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan qızıl ixalını 61% və ya 14.619 kiloqram artırıb. Belə ki, ötən ilin ilk 9 ay ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 833 milyon 814 min dollar olan 23.858,5 kiloqram qızıl gətirilib. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bu ölkələrdən qızıl ixal edib. Ən yüksək qiymətə qızıl İsveç, Qırğızistan və Cənubi Afrika Respublikasından, ən aşağı qiymətə isə Türkiyə və Avstraliyadan idxal olunub.